Böbrəkləriniz sızıldayırsa, sancılanırsa, üzünüzdə və göz qapaqlarınızda şişkinlik olursa, böbrəklər bizə nə deyir? Dəyərli izləyicilərimiz, bu cür videolarımızın davamının gəlməsini istəyirsinizsə, elə indi şərh bölümünə davam sözünü yazın. Bu bizə motivasiya verəcək. Qeyd etdiyimiz şikayətlər əslində böbrəklərdə problem olduğunu göstəricisidir. Əgər böbrəklər yaxşı süzmürsə, maye bədəndə yığılıb qalır. Bu ilk vaxtlar bədənə şişkinlik və ödem verir. Daha sonra isə təzyiqi də qaldırır. Böbrəklər yaxşı süzməyəndə zərərli maddələr qanda toplanır. Bu da ki, halsızlıq və ümumi sağlamlıq durumunun pisləşməsində özünü büruzə verir. Üstəlik, böbrək qan hüceyrələrinin yaranmasında vacib rol oynadığı üçün problem olduğu zaman qan azlığı belə yarada bilir. Böbrəklərinizi kimyəvi dərman qəbul etmədən təbii yolla qorumaq istəyirsinizsə, bitki tərkibli diurenes tabletlərindən istifadə edə bilərsiniz. Diurenes bildirim ki, dərman deyil, qida əlavəsidir. Tərkibində qızıl çətir otu, levistik kökü və rozmarin yarpaqlarının ekstratı var. Bu bitkilər böbreyin işini yaxşılaşdırır, qan dövranını artırır, iltihabı götürür və spazmı da azaldır. Təbii sidik qovucu təsir göstərdiyi üçün bədəndə yığılıb qalmış mayeni qovur və şişkinliyi də azaldır. Diurenesi 12 yaşdan yuxarı uşaqlar, hətta hamilə qadınlar da istifadə edə bilər, çünki məhsul təhlükəsizdir. Diurenes ürək xəstələrinə xüsusilə faydalıdır. Gündə 2 dəfə bir tablet qəbul etməyiniz kifayət edir. Poş istehsalı Diurenes tabletlərini bütün apteklərdən əldə edə bilərsiniz.